İllər əvvəl bu sadəcə bir arzuydu. Uşaqlıqda xəyallarımda canlandırdığım filmlərin indi qəhrəmanlarından biri də mənəm. Qərarımı verdiyim an anlamışdım ki, hər kəs firavan yaşasın deyə kimlərsə gecə-gündüz çalışmalı, oyaq qalmalıdır. Bu müqəddəs amalın yenilməz qəhrəmanlarından olmaq, öz tariximi alın tərimlə yazmaq üçün mən də o yola qədəm qoydum. Yorulmadan oxudum, fiziki hazırlıqlı olmaq üçün daim öz üzərimdə işlədim. Bəzən gecələri gündüzümə qatıb, vətən torpağını özümə isti yorğan etdim. Bir an olsun yorulmadım, bir an olsun tərəddüd etmədim. Çətinliklərə dostlarımla çiyin-çiyinə birgəsinə gərdim. Müqəddəs əmanətləri qorumağın çətindən də çətin olduğunu dərk etdim. Mən vətəninə, xalqına ləyaqətlə xidmət eləyən, ictimai asayişin keşiyində mətinliklə dayanan, qətiyyətim, iradəm və fədakarlığımla hər zaman adımı ucaldan polisəm. Sən də sıralarımıza qoşul, bu şərəfli xidmət yolunda birgə addımlayaq. Çevik polis ol.